Hər şeyi də gözləmək olmaz. Həyat gözlənti pəncərəsindən qavranılan bir şey deyil. Sən bir şey gözləyirsən, başqa bir şey olur. Ümid edirsən ki, bu belədir, amma həyat başqadır. Həyata baxmaq lazımdır. Gözlənti içində olmaq lazım deyil. Və gözləntilər adamı kör eləyir, bilirsinizmi? Gözlənti ona gətirib çıxarır ki, adam həyatı görmür, ona sevinmir. Məsələn, tutalım ki, bir uşağa atası bir küçüyü alıb gətirir. O isə iPhone gözləyirdi. Mısmırığını sallayır. Ona göndərilənə sevinə bilir. Ağlında gözləntisi var, o onu kör eləyibdir. Tamamən bu situasiyanı görmür. O küçüyün sevincini də görmür, gözəlliyini də görmür, heç nə görmür. Gözləntilər həyatı görməyə mane olur. Ona görə şərhli müdriklər deyərlər ki, gözləntiniz olmasın. O zaman görəcəksiniz.